أليس الله بكاف عبدا. Aleyküm ve rahmetullah değerli hocamız Savalan müəllim. Aleykümselam ve rahmetullahi ve berekatuhu. İlk önce sizi hoş gördük. Hoş gününüz olsun. Bildiğimiz Hoş gibi gelmişsiniz. qarşıdan Qurban Bayramı gəlir və bununla bağlı olaraq cəmiyyətimizdə bir neçə sual vardır. Sizdən xahişimiz bu sualları bizə dolğun şəkildə cavablarını təqdim edərdiniz. Allah'ın inayetiyle. İlk sualımız dinimizdə qurbanın yeri, əhəmiyyəti nədir? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bilmək lazımdır ki, qurban nədir? Qurban ilk öncə qurban ev heyvanlarından müəyyən günlərdə kəsilən bir heyvandır. Və uca Allahın öz kitabında buyurduğu və bizə onu etməsini təşviq etdiyi, onun kimi Allah Resulü sallallahu aleyhi və səlləmin davamlı şəkildə etdiyi sünnələrdən və İslamın şüarlarından birisidir. Növbəti sual belədir ki, qurbanın şəriətimizdəki hökmü nədir? Ümumiyyətlə, şəriətdə hökmü ikidir. Biri sünnə müəkkədir, yəni ki, gücləndirilmiş sünnətdir və bunun üzərinə cümhur alimlərdir. İkinci isə vacibdir. Bu, Əbu Hənifənin, Əvzəinin. Onlar da kimin gücü çatırsa qurbanı kəssin, əks halda namazgahımıza yaxınlaşmasın hədisinə uyaraq bunu demişlər və müasirlərdən də Şeyx İbn Hüseymin rahmehullah bu görüşdədir. Növbəti sual belədir ki, qurban ətinin bölünməsi necə tənzimlənir? Qurban ətinin bölünməsinə gəldikdə sünnə odur ki, 3 yerə bölünür. İbn Abbas radiyallahu anhuma deyir ki, 3 yerə bölünür. Birinci insan özünə götürür, ikinci paylayır, hədiyyə verir, üçüncü isə fəqir fuqaralar verir. Bilmək lazım ki, nə qədər insan qurban ətindən sədəqə versə, onun üçün daha xeyirlidir. Növbəti sualımız belədir ki, kəsilmiş heyvanın ətindən qeyri-müslimlərə vermək icazəlidirmi? Mən bu sualı əsasən Rusiyada, Avropada yaşayan müsəlmanlardan daha çox alıram. Oradakı bilmək lazım ki, qurban ətini qeyri-müsəlmanlara vermək olar, bir şərtlə vermək olar ki, əgər onlar İslamla düşmənçilik aparmırlarsa, onlara vermək olar. Və xüsusilə onların qəlblərinin İslama gəlməsi və İslama açılması ehtimalı varsa vermək olar. Dəyərli hocamız, biz bilirik ki, qüsurlu heyvanlardan qurban kəsmək icazəli deyil. Bəs qurbanı aldıqdan sonra onda hər hansısa bir eyib aşkarlanarsa və yaxud da ortaya çıxarsa, o zaman nə etməliyik? Lap gözəl. Demək, təsəvvür edin ki, qurban aldınız, evə gətirəndə maşından düşürdüyən zaman ayağı qırıldı. Siz aldığınız anda qurban kamil bir şəkildə xətasız, qüsursuzsa, bəli, sonradan yaranmış xətalar o qurbana ziyan vermir, kəsmək olar və qurbana heç bir xələl gətirmir. Qurbanı borca almaq icazəlidirmi? Ümumən, qurbanı borca almaq icazəlidir, lakin bir şərtlə o borc ki, insanı məşəqqətə salmayacaqsa, icazəlidir. Əgər məşəqqətə, kəskin məşəqqətə salarsa, ona ağırlıq törədərsə, bu halda mütləq şəkildə borcu yerinə yetirməlidir. Borcun ödəlməyə daha həris olmalıdır. Növbəti sualımız belədir ki, qurbanı bütöv şəkildə imkansız kimsələrə kəsmələri üçün alıb hədiyyə etmək olarmı? Bəli, etmək olar. Xüsusilə varlı sahabələr, kasıb sahabələrə qurbanlar hədiyyə edərdilər ki, onlar da bu əzəmətli ibadətdə onlarla müştərək olsunlar. Digər sualda isə belə deyilir. Qurban alarkən seçimində müstəhəb olanlar hansılardır? Qurban seçərkən ən əfzəli odur ki, qurban kök olmalıdır. Ən qiymətlisi, ən gözə çarpanı və ən dadlısı olmalıdır. Ən müstəhəb olan budur. Növbəti sualda belə buyurulur. Hansı heyvanlara şərik olmaq olar və bu şəriklik necə tənzimlənir? Bəli, ilk öncə müştərək kəsmə gəldikdə dəvə 5 yaşına çatdıqdan sonra, inək 2 yaşına çatdıqdan sonra 7 nəfərə kimi müştərək kəsə bilər. Növbəti sualda belə buyurulur. Qurban əti üçün şəriklik icazəlidirmi? Bu xüsusən inəklərdə baş verir və yaxud dəvələrdə baş verir. Məsələn, 3 nəfər qurban niyyəti ilə şərikliyə qoşulur, 4 nəfər isə qurban niyyəti olmadan şərikliyə qoşulur. Onların 4 nəfərin niyyəti ət almaqdır, 3 nəfərin niyyəti qurban kəsməkdir. Bəli, belə halda qurban kəsmək caizdir. Qurbanı kəsən kimsə onun ətini və yaxud da dərisini sata bilərmi? Qurban kəsən kimsə, demək,
heç bir halda qurbanın nə əti, nə də dərisi satılır, olmaz. Və günümüzdə bu xüsusilə burada təfsilata getmək istəyirəm. Günümüzdə kimsə bir qəssabın yanına gedir, deyir ki, mənim qurbanım var. Bu qurbanı kəsəsən, qəssab da deyir ki, qurbanı kəsəcəm, səndən soymaq pulunu istəmirəm, lakin dərisini mənə verəsən. Bu qətiyyən olmaz. Və yaxud deyir ki, məsələn, içalatını mən götürəcəm, soymaq haqqı istəmirəm. Bu da olmaz. Bundan çıxış yolu nədir? Xüsusilə dərisi zadın götürürsünüz, onun əl haqqı, zəhmət haqqısı nədirsə, onu ayrıca ödürsünüz. Uca Allah sizə bərəkət versin. Növbəti sual isə belədir. Dərini sədəqə vermək necə? Bu olar, olmaz. Bəli, sədəqə o insanın öz ixtiyarına buraxılıb, istər özü istifadə edər, istərsə də sədəqə verə bilər. Amma heç bir müqavilə qarşısında vermək olmaz. Növbəti sual belədir ki, qurban əti verilən bir imkansız ailə onu sonradan sata bilərmi? Sual gözəl sualdır. Xüsusilə bir kimsə Qurban bayramından dolayı deyək ki, buzdolabında 20-30-40 kilo ət yığılıb, bu əti bəli sata bilər. Digər sualda isə belə deyilir. Qurban kəsərkən hansı sözlər deyilməlidir? Qurban kəsərkən hədisdə də rivayət olunmuş kimi Allahummə hədə anni və an əhli beyti. Ey Allahım, bu məndən və ailəmin adından. Dəyərli hocamız, növbəti sual belədir. Nəzir ilə qurban ibadətini eyni niyyətdə cəm etmək icazəlidirmi? Xeyr. Nəzir müstəqil bir ibadətdir və nəzirdə olan əhkamlar daha şiddətlidir, qurbanda isə daha yüngüldür. Onu deyim ki, nəzirdə xüsusilə nəzir edilən qurbandan heç bir loxmasını belə insan yeməsi icazəli deyil. Mütləq şəkildə fəqir fuqaraya paylamalıdır. Qurbanda isə genişlik vardır. Növbəti sualımız isə belədir. Bir qurbanı bir ailənin başçısının kəsməsi kifayətdirmi, yoxsa o ailənin hər bir fərdi qurban kəsməlidir? Ailə başçısının qurban kəsməsi ilə ailə fərdlərindən qurban kəsməsi yetərlidir. Digər sualda isə belə buyurulmuşdur. Evdə qardaşlar varsa, o zaman qurban necə kəsilir? Burada bir təfsilat vardır. Əgər qardaşlar hamısı bir yerdədirsə, bir ailədə, onların yəni məşhur rəyə görə onların hər birinin qurban kəsməsinə ehtiyac yoxdur. Bir qurban hamısına keçərlidir. Əgər onların, məsələn, deyək ki, bir həyət evidir, alt mərtəbədə bir qardaş, ikinci mərtəbədə isə başqa qardaş yaşayır. Onların büdcələri də ayrıdır. Yaxşı olar ki, hər birinin ayrıca qurbanı olsun. Növbəti sualda isə belə buyurulmuşdur. Əgər övlad evlənibsə, atası ilə bərabər qurban kəsir, yoxsa ayrı qurban kəsir? Burada təfsilat var. Əgər ata evlənmiş övladla bir yerdə yaşayırsa, atanın qurban kəsməsi kifayətdir. Lakin deyək ki, oğul müstəqil bir artıq ayrı təsərrüfata ayrılıbsa, o zaman maliyyə cəhətdən də bu qurban kəsməyə qadirdirsə, bəli, özü kəsə bilər. Amma burada çox incə bir nöqtə vardır ki, bu oğlun qurban kəsməsi ilə atasının qəlbini dəyəcəksə, bu zaman həmin qurban kəsməni tərk edir, atasına qoşulur. Qurban kəsilərkən hansı zikirlər edilir? Qurban kəsilərkən Bismillah, Allahu Akbar. Bismillah demək vacibdir, Allahu Akbar demək isə müstəhəbdir. Vəfat etmiş yaxınları üçün qurban kəsmək icazəlidirmi? Bəli, yəni bir müsəlman əgər yaxınları vəfat edibsə, xüsusilə ata-anası, onların adından da bir qurbandan, niyyət elə öz adından, öz əhli beyti adından və valideynləri adından da və ölmüş müsəlman qohum əqrəbası adından da qurban kəsə bilər. Növbəti sual belədir. Əgər bir kimsə ölməmişdən öncə vəsiyyət edibsə ki, mənim üçün qurban kəsərsiniz, o zaman nə edilməlidir? Bəli, demək, əgər bir kimsə ölümündən sonra vəsiyyət edərsə ki, mənim üçün qurban kəsin, burada təfsilat var. Təfsilata demək, o adamın mirasından qalıbsa, mütləq şəkildə həmin kimsənin vəsiyyəti yerinə yetirməlidir. Yox, əgər vəsiyyətdən, mirasından heç bir şey qalmayıbsa, buna, yəni övladlarının onu kəsməsi vacib deyildir. Kəsərlərsə nə gözəl. Növbəti sual belədir. Qurban kəsməyi niyyətlənmiş bir şəxs Zilhiccə ayı girmədən öncə nə etməlidir? Demək, ilk öncə hədisdə də gəldiyi kimi, kim Zilhiccənin hilalını görərsə, qoy dərisindən, saçından dırnağına, digər rivayətdə isə saçından və dərisindən bir şey götürməsin. Dəridir, saçdır, dırnaqdır, bu şeylərdən götürmür və qurbana kimi gözləyir.
Həcdə olmayan, lakin qurban kəsməyə niyyətlənmiş kimsə qüsül, ətir, daraq kimi bu kimi şeylərdən istifadə edə bilərmi? Bəli, deyək ki, bir kimsə qurban kəsməyə niyyət eləyibdir və dediyimiz o qadağalar var ki, saçından, dırnağından, dərisinə götürməməkdən başqa istəyir saçdır da, istəyir ətirləməkdir, paltar geyməkdir, yoldaşına yaxın etməkdir, bunların hər birini edə bilər. Növbəti sual isə belədir. Qurban kəsiləcək evdə ev əhli də saçlarını və dırnaqlarını kəsirmi, yoxsa onlar bununla mükəlləf deyil? Qəşəng sualdır. Bu qadağa, saçdan, dırnaqdan, dərdən götürmək qadağası yalnız və yalnız kim ki qurbana niyyət edibsə, qurbanı kəsəcəksə, yəni ailə başçısının həmin kimsəyə aiddir və ev əhlini bu qadağaya əməl etməsi vacib deyildir. Digər sual isə belədir. Qurban kəsməyi niyyətlənmiş kimsə unudaraq saçını və dırnağını kəsərsə, o zaman nə etməlidir? Demək, niyyətlənmiş bir kimsə əgər unutqanlıqdan, xəta ilə edərsə, bu saçından, dırnağından, dərisinə götürərsə, buna heç bir kəffarəsi və yaxud istiğfarı lazım deyil. Növbəti sual isə belədir. Qəsdən saçını və dırnağını tutan, kəsən kimsə nə etməlidir? Qəsdən bu qadağalara əməl etməyən kimsə mütləq şəkildə tövbə etməlidir. Sanki günah işləyib ibadət etmiş kimdir. Bu günah özünə qayıdır, lakin ibadəti səhihdir. Digər sualda isə belə buyurulmuşdur. Qurban hansı heyvanlardan kəsilir? Qurban ev heyvanlarından kəsilir. Birinci dəvədir, mütləq şəkildə 5 yaş tamam olmalıdır. İkinci inəkdir, mütləq şəkildə 2 yaş tamam olmalıdır. Üçüncü qoyundur, qozdur, mütləq şəkildə 6 ay tamam olmalıdır. Və yaxud da eyni zamanda keçi də deyə bilərik. Keçi də qoyunun növlərindən birisidir. Mütləq şəkildə 1 yaş tamam olmalıdır. Yenə növbəti sualda belə buyurulmuşdur. Qurbanı satmaq, hədiyyə vermək, girov qoymaq şəriətimizlə icazəlidirmi? Əgər bir kimsə bir qurbanı alıbsa, o qurbanı müəyyənləşibsə, onu satması caiz deyildir. Məsələn, misal verək, deyək ki, bir kimsə qurbanı aldı, sonra vacib şəkildə pul əldə etməsi lazımdır. Qurbanı bu halda satması caiz deyil. Və yaxud məsələn, qurbanı gətirdi, evə gələndə gördü ki, borc yiyəsi pul istəyir və yaxud həmin nəqd pul olmadığı üçün deyir ki, bu qurbanı sənin yanında girov qoyuram, gedim pulu gətirim. Belə halların heç biri caiz deyil. Və yaxud deyir ki, bu qurbanı buna hədiyyə verim, o birisi qurbanı ala götürərəm. Xeyr, olmaz. Mütləq şəkildə kimi qurbanı müəyyən olunmuşsa, nə onu hədiyyə verə bilər, nə sata bilər, nə girov qoya bilər. Yenə digər sualda belə buyurulur. Ən fəzilətli qurban hansıdır? Ən fəzilətli qurban bir kimsənin dəvə kəsməsidir. Bir nəfərin və yaxud bir nəfərin inək kəsməsidir. Yəni yaşları dolduqdan sonra. Sonra isə qoyun kəsməsidir. Sonra isə şərikli halda dəvəyə şərik olmasıdır və yaxud şərikli halda inəyə şərik olmasıdır. Dəyərli hocamız, növbəti sualımız belədir. Qurbanın şərtləri hansılardır? Qurban şərtləri ilk öncə qurban kəsmək istəyən şəxs maliyyə cəhətdən qadir olmalıdır. İkinci, qurban ev heyvanlarından olmalıdır. Üçüncü, vaxtı mütləq şəkildə şəriətin buyurduğu şəkildə olmalıdır. Yəni bayram namazından sonra olmalıdır, duha vaxtı olmalıdır. Dördüncüsü isə qurban eyiblərdən uzaq olmalıdır. Dəyərli hocamız, növbəti sual belədir. Biz bilirik ki, eyibli, qüsurlu heyvanların kəsilməsi icazəli deyildir. Bəs bu eyiblər, bu qüsurlar necə tənzimlənir? Demək, burada ən meyar olaraq Allah Resulü sallallahu aleyhi ve sellem hədisidir və o hədisdə 4 dənə sifət izah edilir. Demək, birinci, aşkar şəkildə kör olmamalıdır. Yəni, heyvanın gözü ya çıxmamalıdır. Və yaxud görürsünüz ki, bir gözü təmiz ağappaqdır. Bu kör sayılır. Bu yaramır. İkinci, açıq şəkildə xəstə olması. Ya qoturdu, ya dərisi şiddətli şəkildə bir yarası vardır. Üçüncü, açıq şəkildə çolaqdır. Ya axsayır, ya ayağı sınıb. Dördüncü, heyvan o qədər arıqdır ki, yəni sümündə ilik qalmayıb. Yəni şiddətli arıq şəkildə olan heyvan, bu 4 sayılan sifət heç biri qurbana yaramır. Növbəti sual isə belədir. Axtalanmış heyvanları qurban kəsmək icazəlidirmi? Bəli, bu axtalanmış heyvanları qurban kəsməyə icazəlidir. Hətta Allah Resulü aleyhissalatu vesselam
Namazdan sonra axtalamış iki qoşçu öz əli ilə kəsmişdir. İbn Qudamə rahimehullah da deyir ki, biz bu barədə ixtilaf bilmirik. Qulağında deşik olan və yaxud da qulağında seçilməsi üçün bilqə olan heyvanları qurban kəsmək icazəlidirmi? İcazəlidir, lakin məkruhdur. Növbəti sual isə belədir. Qurbanın kəsim vaxtı nə zamandır? Qurbanın kəsim vaxtı bayram namazı qıldıqdan duha namazı girən vaxtdır. Bayram günü duha namazı girən vaxtı qurban. Ona görə Eid-el Adha deyilməsi zaten duha namazından başlanır. Ta ki təşrik günləri 11-i, 12-si, 13-ünə kimi və məğrib təşrik gününün 13-ü məğrib namazına kimidir. Gecə və gündüz. Qurbanı gecə kəsmək icazəlidirmi? Mən sanki qabaqladım. Demək ki, bəli, qurbanı gecə kəsmək caizdir. Növbəti sualımız isə belədir. Alındıqdan sonra qurban ölərsə və yaxud da oğurlanarsa və yaxud da itərsə, o zaman qurbanı alan kimsə nə etməlidir? Əgər qurban alındıqdan sonra saydığım bu qüsurlar, bu hadisələr baş verirsə, bir şərtlə ki, qurban sahibi səhlənkarlıq etməzsə ya ölübdür, onun üzərinə artıq heç bir şey yoxdur. Digər sualımız isə belədir. Qurban kəsimində hər hansısa bir səhv olarsa, yanlışlıqdan dolayı qurbanlar dəyişik düşərsə, o zaman nə edilməlidir? Bu xüsusən yəni kəsimxanalarda, qəsəbxanalarda olur və yaxud qurbanı əvvəlcədən kimsə alır, qurban anında seçmə gəldikdə isə kimisə qurban dəyişir, yeri dəyişik düşə bilər. Bəli, burada artıq insan əlində olmayan amillərdir, keçərlidir. Buna görə qınanılmaz. Digər sualımız isə belədir. Ümumiyyətlə, qurban kəsimində məkruh olan işlər hansılardır? Kəsim anında demək, sual gözəl sualdır. Kəsim anında bəyənilməyən əməllər odur ki, heyvan baxa-baxa bıçaq itələmək. İkinci, kəsim anında digər heyvanın, kəsilən heyvana müşahidə etməsi. Üçüncü isə kəsim anında demək qan axır, heyvanın canı çıxmamış, onun ayaqları kəsilir və yaxud boynu sındırılır. Və burada da bir də məsələ var ki, xüsusilə diqqət yetirmək lazımdır ki, qan axır, qəssab qoyunun başını sındırır və başın bədəndən ayırır. Burada bir məsələ çıxır ki, bu heyvan qan axmadan öldü, yoxsa başının bədəndən qoparılmasından öldü. Ona görə ehtiyatlı olmaq lazımdır. Növbəti sualımız belədir. Bayram namazı qılınmamışdan öncə zərurətdən dolayı qurban kəsilərsə, bu qurbanın hökmü nə yerdədir? Burada zərurətdən dolayı dedikdə xüsusən bəzən insan fikirləşir ki, qəssabların həmin o izdihamına düşməmiş, axşamdan qurbanımı kəsərəm. Bu əsla qurban sayılmır, bu sadəcə ətlik bir kəsim sayılır. Və mütləq şəkildə bayram namazından sonra qurban kəsilməlidir. Digər sualda isə belə buyurulmuşdur. Qurbanı kəsmək daha fəzilətlidir, yoxsa onun qiymətində sədəqə vermək? Burada təfsilat var. Demək ki, mütləq şəkildə əgər insan həyatdadırsa, Allah Resulü sallallahu aleyhi ve sellemin etdiyi kimi qurbanı kəsməlidir. Yox, əgər insan həyatda deyilsə, onun adından sədəqə vermək, qurbanın qiymətində olan sədəqə vermək daha əfzəldir. Çünki ölü üçün, vəfat etmiş bir kimsə üçün sədəqə vermək barəsində demək olar ki, ümmət ittifaq eləyibdir. Növbəti sualda isə belə buyurulub. Səfərdə olan bir şəxs yenə də qurbanı kəsməlidirmi, yoxsa o artıq bu azad olmuşdur? Əgər bir kimsə həci deyilsə, həc ziyarətində deyilsə, o zaman həmin səfər ondan o qurbanı salmaz. Yerli insan necə qurban kəsmək üzərində əhkamlar tərtib olmuşsa, onun üzərində də əhkamlar tərtib olmuşdur. Digər sualda isə belə buyurulub. Kökəldilmiş, lakin yaşı tamam olmamış qurbanları kəsmək icazəlidirmi? Sual çox aktual bir sualdır. Xüsusilə bunları görür ki, məsələn, bordağa bağlanmış danaları görür. Məsələn, 1 yaş 5 aylıq onun dişindən və müəyyən əlamətlərdən bilmək olur ki, neçə aylıqdır. 1 yaş 5 aylıq, 1 yaş 6 aylıq, lakin yaşını doldurmamış danalardır. 2 yaşını doldurmamış danalardır və bunları əsla kəsmək, yəni qurban niyyəti ilə kəsmək caiz deyildir. Qurbanda məqsəd ət deyil, məqsəd Allah üçün qanın axıdılmasıdır. Və bu belə bordaq danaların kəsilməsi əsla qurban sayılmır. Digər sualda isə belə buyurulub. Əgər çatdırıb vaxtında qurbanı kəsməyibsə, sonradan qurban kəsən adamın qurbanı keçərlidirmi? Əgər bir kimsə
qurban günü və ya o təşrik günlərində çatdırmayıbsa, yox. Yəni həmin gündən, təşrik gündən sonra qurban kəsərsə, yəni qurban sayılmaz. Yaxşı olar ki, kəsib paylaya bilirsə, kəsib paylasın. Digər sual isə belədir. Qurban ətini saxlamaq icazəlidirmi? Qurban ətini sadəcə Allah Resulü aleyhissalatu vesselam bircə il qurban ətini saxlamağı qadağan etmişdir. Ondan sonra icazə vermişdir ki, qurban ətini saxlasınlar. Və kimin də deyək ki, bugünkü günümüzdə kimin də dondurucusu varsa, dondurucusunda yer varsa, qurban ətini saxlaya bilər. Növbəti sual isə belədir. Qurban niyyəti ilə alınmış heyvanı sonradan başqa heyvanla dəyişdirmək icazəlidirmi? Qurban niyyəti ilə alınmış heyvanı qətiyyən dəyişdirməyə bir şərtlə alimlər icazə verir ki, əgər sənin aldığın hal-hazırdakı qurbanın yerinə alacağın qurban ondan daha kök, daha görkəmli, daha qiymətlidirsə, o halda dəyişdirə bilərsən. Əks halda xeyr, dəyişdirə bilməzsən. Digər sual isə belədir. Qurbanı başqa ölkələrə göndərmək icazəlidirmi? Çox gözəl sualdır və aktual sualdır. Xüsusilə qiymətdən dolayı bəzi müsəlmanlar Afrika və Afrika kimi ölkələrə qurban kəsimi qiymətini göndərirlər. Bunu alimlər qurban kəsimini zəkata qiyas edirlər, oxşadırlar ki, deyirlər ki, zəkatı necə ilk öncə yaşadığın yerdəki müsəlmanlara paylamalısan, ondan sonra ən yaxın fəqir ölkələrə paylamalısan. Bizim hal-hazırda baxdığımız üçün durum o isə bunu göstərmir. Yəni xüsusilə ölkədə olan ehtiyac olduğu bir halda, yəni qurban kəsiminə görə qırağa pul göndərməyin caiz olduğunu düşünmürəm. Dəyərli hocamız, suallarımız bu qədər. Uca Allah sizdən razı olsun. Allah Azza və Cəllə elminizə, əhlinizə bərəkət versin. Amin. Allah Azza və Cəllə hər birimizdən razı olsun. Bilmədiklərimizi bizə öyrətsin, xətalarımızı bağışlasın, bizi din üzrə sabit qılsın. Barakallahu fikum. Bəli. أليس الله بكاف عبدا